O kim idi deyirdi, deputatlar danışmırlar, ağızlarına su alıblar. Hə? İkisi danışıb cəmi. Hələ bir aylıq mövzu var, uşaq pulu, bir də vahid bilet söhbəti. İndi bu dəqiqə bilsən ən çox kim gülür? O danışmayanlar var, fikirləşir ki, bunlar var, Türkiyə getdilər, danışdılar, bu da belə. Alınmır da qardaş, alınmır. Görsən, deyirsən, danışsınlar. Danışdı. Ölkənin gündəmi dəyişib. Aləm dəyib bir-birinə. İndi vur 125 nəfəri, 2 nəfərə bu qədər hələ söhbət gedir. İndi 125-i vur gör, neynir, nətər eləyir. Gərək 2030-cu ilə qədər hələ bunların danışdıqlarından danışasan. Bir də bir məlumat var, bu da aramızda qalsın. Deyirlər ki, bu dəqiqə Günay Ağamalı, deməli, Azər Badamova da o müsahibəni ondan alan jurnalistə də dua eləyir. Məscidə gedəndə görüblər. Baxmadan nə qədər olmasa o uşaq pulu söhbətin biraz öldürür də bu bilet söhbəti. Yaxınlarda bir deputat da danışacaq. Hələ qığıldanır da, indi yavaş-yavaş dil açmaq fikri var. O daha maraqlı olacaq, baxarsınız.